Pasportu, her şeyde var aziz dostlar. Görürsünüz de. Tabii onu göstereyim. Leloka işte. Buyurun, bu da son model. 600 azeyne. Son model görürsünüz. Hele bunlar təzə çıxır aziz dostlar. Bakın, ideal. Maurice Lacquer çoxdur. Buyurun, orijinal Tissot. Mexaniki. Görürsünüz aziz dostlar. Avtomat qolda qurulan. Rado var, bəli. Hamilton niyə gətirmədin? Hardadır o? Kur'an. Orijinal Maurice Lacquer, qiyməti 800 manat. Karobkada pasportu, planı, pəsməkanı. Kürd 77, xoş gördük əziz qardaş. Necəsiniz? Hardadır o? Buyurun. Orijinal, Teokrak'tan. ideal, qiyməti 500 manat. Hansı? Görün. Orijinal Hamilton. 45 ilin sağdadır, baxın. Nolanor işləyir. Qiyməti 500 azayın. Baxın. 500 azayın. Hamilton. Qadın sazı bizdə çoxdur. Hublotları istəyirlər. Buyur. Hublot mexanika. 120 azayın. Təptəzə. Qola vurulmayıb. Buyurun. 120 azayın. Qola vurulmayıb. Görürsünüz dostlar. Arada bunu da gösterdim. Bak belə bir qədimi sazım var. Kimə lazım olsa qədimi. 1873-cü ilin sazıdır. Zəngdə çalır. İdeal da işləyir. Son qiymət 500 azayın. Bunu 3500 dollara koyublar. Oğlum çıxartdı internetten dedi bak. Sen neçə verirsen bunlar neçə verir. Orijinal Rolex'i veririm size 7500'e. Qızıl mexanika. Bəli, bayağı gösterdim bak. Qızıl mexanika qiyməti 7500 azayın. Seika orijinal avtomatik qolda qurulan əziz dostlar qiyməti 400 azayın. Bizdə Seika'nın biraz nəsə oryenti daha çox istəyirlər. Orijinal Citizen avtomatik qolda qurulan 400 azayına saldım bax. 400 azayın. Orijinal Citizen salapanda baba saldım 400 azayını. Avtomatik qolda qurulan. Görürsünüz. İçi göy buyur. Buyurun içi göy 350 azayına. Avtomatik qolda qurulan. Bir dənə cızığı belə yoxdur. Özünüzə baxın. 350 azayına. Orijinal Rolex'i göstermiş, yani görmek isteyen buyurup gelebilir. Kızıl Rolex aziz kardeş. Göstermediğim ne kalıp? Buyurun. Göstermediğim Gucci kalıp orijinal. Orijinal İsveç'ten Gucci sağdı. 450 azayın. Görürsünüz 450 azayını aziz dostlar. Remin lastiğleri Tissot var bizde. Reminden olmalıdır. Bunu da bakmak isterdim. Alo. Orijinal Apella İsveç'ten sağdı. Bir tane cızığı yok. Hele bir dükkandan indi alın bak. Orijinal Apella. Sonu 200 manat. Təptəzə. Öz qiyməti 780 azayındı. Sonu 200 azayın. Takarlı son neçədir? 800. Neyin? Takarlı. 800 manat. Son qiyməti. Bunun Bəli. versin 750 manat təptəzədir. Görürsünüz. Korapkası daxtara. Evdə olmalıdır. Apellanı gördünüz əziz dostlar, qola saxılmayıb, baxın. 200 azayla. İsveçrə sazın 200 azayla satıram. Süper. Amerika kızıl var. Amerika kızıl var aziz dost. Görürsünüz.
Buyurun. Orijinal Seiko. Avtomatik qolda qurulan korobkası, pasportu, hər şeydə var. Baxın təptəzə. Gətiriblər, satışa qoyublar. Qiyməti 450 azayın. 450 qola saxılmayıb hələ. Görürsünüz? Bəli, qızıl rol. Amma qadın üçündür. Mağaza. Hublotu verirəm 100'ə, 120'yə. Çox deyə hublot bir 30-40 dənə var. Mən qəşənglərini qoymuşam bura. Qola saxılmayıb, görsən. Təptəzə. Bu belə. Görürsünüz necə kistot var. Korobkası, pasportu, hər şeyi də var. 700 manat. Xronometrlə bax. Xronometrlə. Görürsünüz. 700 manat. Prezidentski saat var. Buyurun. Prezidentski saat 1000 manat. Mən bunun təmirini alıram 200 manat. 300 manat bunun təmirini alıram. Bunu 1000 dolara koydular. Girin internete bakın. 1000 dolar. Ben bunu 1000 manata koymuşam. 1000 manata. Zenit'i soruşlar acaba. Görürəm mən. Əziz dostlar, Azərbaycanda belə zenit yoxdur. Çünkü ben bunu xarici millətten almışam. Buyurun bakın. Paylaşmışam. TikTok'ta yaxından da bakabilirsiniz. Orada qiyməti 750 AZN. 750 AZN. Görürsünüz. Ha, Rolex silleri kızılı. Kızılı Rolex. Başa düşkün. Var. Əziz dostlar, kızılı Rolex qiyməti 250 AZN. Bu son qiymətlər daha burada. Bunu 300'ə koymuşam burada. Təptəzəzi, korobkasız adı her şeyde var. Qiyməti 250 AZN. Əziz dostlar, size bir daha orijinal Tissot gösterim. Ama qiyməti sizi şok eləməsin. Tissot, buyurun, korobkası, pasportu 160 manat. 160 AZN. Görürsünüz. Hacı da Rolex almak istiyor. Rolex almak istiyor, gelsin buraya, pul atsın, bir atsın. Var, təzəyi qola saxılmayıb. Qadın üçün Rolex mexaniki 7500 manat. Kızıl 750. Göy Orient burada. Buyur. Göy Orient 350 azayına. O Orientler var ya bizde içi göy. Ondan da olmalıdır orada. Breitling soruşlar acaba. Orijinal Breitling. Buyurun aziz dostlar. Qiyməti 3500 manat, dolar. Manatdır ya, manat. Üzülü sayın. Manat. 3500 manat. Demek istedim ki bunu dolarla satırlar. Biz manatla satırıq. Görürsünüz. Bəli, işlənmiş Tissot alırıq. Ama vəziyyət. Nömrəsi səhifədə var. Əlaqə nömrə səhifədə var. Bəli. Buyurun. Orijinal Mido. İsveçrənin mexaniki, buna bax. 77-50 mexanizma ilə, xronometrlə. Cızığı da yoxdur. Təptəzə. Kimə lazım olsa əziz dostlar. Zəng eləyin, zəng. Mido. O bilədir. Orijinal Lanjin. Buyurun əziz dostlar. Görürsünüz. Orijinal Lanjin. Qiyməti 1000 AZN. 1000 AZN. Bahaları gösterme. Yok bunlar koyuyor. Bunlar koyuyor. Lazım değil. 10.000'e kadar olan saatleri göster. 20-30 binliği gösterme. Buyurun aziz dostlar. 1000 manata. Görürsünüz. Nereden taşırsan? Alo. 40 binliği saat göster ki bu. Buyurun aziz dostlar. Orijinal mexaniki İsveç saati. Buyurun. Qiyməti 1800 AZN. 1800 AZN əziz dostlar. Ünvan səhifədə